Salamlar əziz izləyicilər, sizi yenidən kanalda xoş gördük. Bugünkü videoda mən Estoniyada azərbaycanlı kimi yaşamağın həqiqətləri barəsində danışacağam. Yəni ümumiyyətlə Estoniyada azərbaycanlı kimi yaşamaq necədir? Estoniyada azərbaycanlılara münasibət necədir və bir azərbaycanlı üçün Estoniyaya gəlməyinə dəyər yoxsa yox? Bu videoda bu suallara cavab tapmağa çalışacağam. Əvvəlcədən xahiş edirəm qəşəng yağlı bir dənə like qoyun bu videoya, altdan şərhlərinizi yazın, dost-tanışla paylaşın bu videonu. Qoyun onlar da bizi tanısın, abunə olsun. Və sözünüz də abunə ol, zınqrov düyməsini basın ki, bizim sayımız artsın və mən də belə videoları çəkməyə daha da motivasiyalı olum. Ümumiyyətlə birinci Estoniyanın özü barəsində bəzi yaxşı pis cəhətləri deyim. Estoniyanın yaxşı cəhətləri odur ki, kifayət qədər inkişaf eləmiş ölkədir, kifayət qədər az çox nisbətən varlı bir ölkədir, inkişaf imkanları yüksək olan bir ölkədir, rahat ölkədir, təmiz ölkədir, havası təmizdir. İnsanları da ki, çox belə sizə dəyib, çox da dolaşmır. Mənfi cəhətləri isə ondan ibarətdir ki, ölkədə bir balaca belə latent irqçilik mövcuddur. Ölkədə bir balaca havası yenə də yəni bir balaca paradoks çıxdı. Havanı həm yaxşı dedim, həm pis. Yəni belə təmizlik olaraq yaxşıdır, amma havası həm də çox soyuq və depressiv ola bilər. Şəraiti də çox depressiv ola bilər. Plus bu ölkə digər Avropa ölkələrinə baxanda daha kasıbdır. Eyni zamanda da burada bir balaca, yəni ki, ölkə özü də məşhur olmadığından biraz böyük, belə deyək də, yəni arenalara çıxmaq da çox da rahat deyil. Birazca bax bu kiçik pis cəhətlərini dedim. Təbii ki, yaxşı cəhətləri mənim fikrimcə pis cəhətlərini qat-qat üstələyir. Hə, bir də ki, onu da əlavə eləyim ki, dilini öyrənməkdə çox çətindir. Çox əcaib bir dilləri var. Amma daha belə ətraflı şəkildə danışsam, mənim fikrimcə bir neçə dənə məsələni qeyd etmək lazımdır. Birincisi, biraz bu latent irqçilikdən danışım. Yəni Estoniyada irqçilik çox güclü deyil, onu deyim. Mən özüm şəxsən burada 6 ildir yaşayıram. Xüsusi olaraq özümə qarşı açıq bir irqçilik görməmişəm heç bir zaman, nə yalan deyim. Burada daha çox belə latent, passiv-aqressiv tipli bir irqçiliklər var. Ən çox nədə bu özünü göstərir? Həm kimlənsə bilən eston dilində danışmazsan o belə əcaib-əcaib kinayəli sənə baxar. Ümumiyyətlə bu ölkədə bir balaca bu passiv-aqressivlik həddindən artıq çox geniş yayılıb. Bunlar belə açıq aqressivlik göstərə bilmirlər çox zaman, bilmirəm və yaxud da təbiətlərində yoxdur, ya adamlar özləri biraz belə qorxur nəsə eləməyə, amma belə passiv-aqressivliklə, haf-paflarla belə hıf belə eləməklə bir balaca öz əsəblərini göstərirlər. Bilmirəm, sırf bura məxsus bir şeydir, belə başa düşürəm. Yəni burada belə tipli şeylər arada bir olur. Ən çox da dil məsələsi ilə əlaqədar. Yəni dərinin rəngi falan belə məsələlərlə əlaqədar bunlar çox da belə aşırı reaksiya göstərən adamlar deyil. Daha çox dil məsələləri ilə əlaqədar bunlarda bir balaca aqressiya formalaşır. Tənhalıq məsələsi burada çox genişdir. Yəni nə mənada? Ən çox da xaricdən gəlirsinizsə, çox böyük ehtimal ki, burada tək olmaq ehtimalınız çox yüksəkdir. Əgər təbii ki, ətrafınız öz ölkəmizdən olan adamlarla zəngin deyilsə, öz belə deyək də, ölkəmizdən olmayan adamlarla əlaqə qurmaq həddindən artıq çətindir. Əlaqəsi yerlərlə əlaqə qurmaq ümumiyyətlə çox çətindir. Onlar bizlə nədənsə dostluq eləməyə çox da üstünlük vermirlər. Pul və xərclər məsələsinə gələndə, təbii ki, Estoniyanın yaxşı cəhətlərindən biri kimi dedim ki, burada biznes qurmaq bir balaca asandır. Eyni zamanda da kifayət qədər də nisbətən varlı bir ölkədir. Yəni Azərbaycana falana baxanda kifayət qədər varlı bir ölkədir. Hətta Avropanın bəzi ölkələrinə baxanda belə kifayət qədər varlı bir ölkədir. Məsələn, mən hətta o qədər deyə bilərəm ki, Estoniya İspaniyaya baxanda daha varlı bir ölkədir. Şəxsi fikrimdir. Eyni zamanda məsələn, belə götürək ki, burada məsələn qazandığınız maaşla Azərbaycana gedib çox rahatlıqla belə pulu göyə sovurub belə xərcləyə bilərsiniz. Sözün əsl mənasında kifayət qədər rahat bir, yəni ki, pul qazanma metodu var burada. Təbii ki, biznes açmaq da kifayət qədər asandır. Xərclərə gəlincə, xərclər bir balaca bəzən çox ola bilər. Ən çox da son vəziyyətlə əlaqədar Avropada bir balaca inflyasiya güclüdür və ona görə də burada da qiymətlər artıq bir neçə ildir ki, çox artıb. Ələlxüsus ev qiymətləri falan, ərzaq qiymətləri demək olar ki, hər ay artır. Bir balaca bəzən pul çatdırmaq çətin olur. Və sosial həyat məsələlərinə gəlincə və iş həyatına da gəlincə, sosial həyatda bir balaca, belə deyim də, məsələn, burada sırf sevgi, məhəbbət belə deyək ki, yaşamaq, həm də bir macəralar yaşamaq digər Avropa ölkələrinə baxanda biraz asan cəhətləri də var, biraz çətin cəhətləri də var. Asan cəhətləri ondan ibarətdir ki, buranın cəmaatı nisbətən əcnəbilərə daha açıqdır. O biri yəni ölkələrin adamlarına nisbətdə şəxsi fikrim belədir. Və üstəlik də buranın həmən bu belə deyək də dating scene deyirlər də. Dating scene-də bir balaca məkanlar çoxdur. Mənim fikrimcə məsələn də klublara getmək olur, barlara getmək olur, nə bilim də
ümumiyyətlə də və yaxud da mobil tədbirlərdən istifadə eləyərək kimisə tapmaq olur və sair və ilax. Kifayət qədər fərqli-fərqli üsullar var ki, burada həqiqətən də həmin o sevgi, məhəbbət, belə deyək də, macəralarını yaşayasan. Şəxsən mənim fikrimcə, bura o baxımından o qədər də belə pis bir ölkə deyil. Bu mənim şəxsi fikrimdir. Amma təbii ki, dost tanış tapmaq bir balaca çətindir. Bu da əslində paradoksal bir şeydir. Yəni sevgili tapmaq asandır, amma dost tanış tapmaq çətindir burada. Nədənsə bir balaca belə qəribə bir təzaddır həqiqətən də mənim fikrimcə. İş məsələlərinə də gəlincə, buranın əgər yerli oturum izinə maliksinizsə, burada iş tapmaq kifayət qədər rahat ola bilərsiniz və ələxüsus da sizin ixtisasınız çox güclüdürsə, rahat iş tapa bilərsiniz burada mənim fikrimcə. Digər Avropa ölkələrinə baxanda iş tapmaq daha rahatdır burada. Azərbaycanlıların bura köçməsi məsələsinə isə gəlincə, mənim fikrimcə Azərbaycanlılar bura köçüb həqiqətən də kifayət qədər yaxşı nicat tapa bilərlər. Mənim fikrimcə Azərbaycanlılar üçün kifayət qədər əlverişli bir ölkədir Estoniya. Çünki burada həm iş imkanları Azərbaycanlılar üçün var, yəni ki, burada belə deyək də, Azərbaycandan məsələn IT-şnik kimi bura gəlirsinizsə, iş imkanları sizin üçün həddindən artıq böyük ola bilər. Eyni zamanda burada Azərbaycanlıların icmasının olması da məsələni nisbətən asanlaşdırır. Bura gəl məsələn, mənim fikrimcə Azərbaycanlı olaraq dost tapmaqda, dost tanış tapmaqda, biraz özünüzə çevrə qurmaqda çox da böyük problem yaşamaya da bilərsiniz. Çünki yenə də Azərbaycanın icması var. Azərbaycandan oturub durmaq istəmirsinizsə, o artıq başqa məsələ, amma yəni ki, burada kifayət qədər Azərbaycanın icması var və onlar da kifayət qədər bir-birlərinə kömək edən adamlardır. Mən şəxsən özüm belə görmüşəm. Yəni ümumilikdə Estoniya Azərbaycanlılar üçün nisbətən əlverişli ölkədir. Digər məsələn Skandinaviya ölkələri mən şəxsən deyərdim ki, Azərbaycanlılar üçün çox da əlverişli ölkələr deyil. Şərtləri həddindən artıq çox belə deyək də qəddar bir şərtləri var da, şəxsən belə düşünürəm, əgər müqayisə eləsək. Və son olaraq da mən burada qalacağammı sualına məsələn cavab versəm, bilmirəm. Tam ciddi deyim ki, bu barədə xüsusi bir ideyam yoxdur. Estoniya yaşamaq üçün o qədər də pis ölkə deyil. Şəxsi fikrim belədir. Amma buna baxmayaraq, yenə də əgər həqiqətən də karyeramı daha da artırmaq fikrinə düşsəm, daha da gücləndirmək fikrinə düşsəm, mənim fikrimcə Estoniyadan daha da belə artıq da, yəni belə deyək də, daha da güclü ölkələrə getmək istəyərəm sözün əsl mənasında. Yəni bu məsələni qəribsəmərəm. Yəni demək istədiyim budur. Yox, əgər burada mənim üçün kifayət qədər böyük imkanlar falan təbii ki yaranacaqsa, burada böyük bir işlər quracamsa, həqiqətən də elə burada da qalmağı tərcih eləyə bilərəm. Bu daha çox gələcəyin mövcud olacaq bir yəni ki reallıqlarından asılı ola bilər. Bax ona görə də Azərbaycanlı kimi Estoniyada yaşamağın sirlərini, belə deyək ki, xüsusi cəhətlərini sizə göstərdim ki, siz də gələcəkdə bura gəlmək eşqinə düşsəz, hansı cəhətləri nəzərə alacağınızı biləsiniz. Belə, ümid edirəm video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Əgər məndən fərdi məsləhət almaq istəyirsinizsə, xaricdə yaşam, təhsil məsələləri ilə əlaqədar hansı universiteti seçəsiniz, hansı ixtisas seçəsiniz, hansı ölkə və yaxud da universitet sizin üçün daha da faydalı ola bilər, ya bu Instagram hesabına yazın, ya da bu e-maila yazın, mənlə fərdi əlaqəyə keçin. Sizinlə oturaq danışaq, fərdi şəkildə bütün problemlərinizi mənə deyin. Bütün verəcəyiniz sualları mənə verin və mən də sizə bütün məsləhətlərimi verim ki, sonunda da siz artıq biləsiniz ki, hansı universiteti seçəsiniz, sizə bu barədə köməklik eləyim başqa sözlə və karyeraınızı ümumiyyətlə necə qurasınız və digər də bütün suallara cavab tapasınız və təbii ki, motivasiya məktubu da xaricdə əgər oxumaq istəyirsinizsə, təhsil üçün, təqaüd üçün motivasiya məktubunun yazılmasında da sizə böyük köməklik eləyə bilərəm. Belə, ümid edirəm video sizin üçün faydalı oldu. Kanala abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun.